Və biz məşqi qutarıb hələ heç ayaqqabılarımızda heç nə dəyişməmişdi. Bizə dedilər ki, Fernando Santos istefaya göndərildi. Bu artıq adama təsir eləyir də. Bu futbolçulara da təsir eləyir, hamıya təsir eləyir. Onsuz da sən uduzmusan oyunu, 5-0 uduzmusan, təzyiq var. Media, sosial şəbəkələr hamı sizdən danışır. Bu komandaya təsir eləyir hardasa. O adı gələndə mən artıq bildim ki, sabah nəsə olacaq. Sabah Ukrayna oyununda nəsə dəyişəcək. Gecə saat deyəsən 11 idi. Ayxan Abbasov gəldi, yazdılar ki, iclas var. Və sabahı gün də oyundur. Sabahı gün oyundur. İclas var, komanda şəklində biz iclasa girdik. Analiz elədi oyun, bizlə söhbət elədi, xeyli söhbət elədi və burada gəlib ortaya çıxan məsələ nədir? Dil bariyeri. O nə istədiyini bizə elə birinci dəqiqədə başa salmağa başladı. Biz oradan çıxanda otaqlara qayıdırsan və istər-istəməz mən kimdənsə otaqda qalıram, kimsə kimdənsə otaqda qalır, kimsə otağına gedir. Bir yerdəyik də bütün günü komanda şəklində bir ailəyik. Və hamıda o hiss olunurdu ki, nəsə dəydi də, elə bir Ayxan müəllim nəsə danışanda nəsə hiss olundu da ki, tükü adam biz durur, nəsə ailəviz üçün, ölkəviz üçün, bayrağımız üçün, bunun üçün oynamaq lazımdır. Səhər bizdə məşq oldu tezdən, oyun günü. Məşq deyəndə belə tər məşq idi. Ayxan müəllim 1 saatın içində çalışdı bizə nəsə baş salsın ki, axşam nə etməlisiniz? Yəni bu mümkünsüz bir şey demək olar, amma onu bacardı.